Sabah bu yerlərə güclü yağış yağacaq. Gündəm xəbərin efirində 9 aprel tarixidir və aprelin 10-una olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, Bakıda aprelin 10-da hava əsasən yağmursuz olacaq, regionlarda isə yağıntılı olacağı gözlənilir. Daha geniş təfərrüatla isə Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə gün yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz isə 14-17 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə isə qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi, hətta bəzi dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam isə yağıntılar tədricən kəsilmiş olacaq. Bəzi yerlərdə arabir duman olacaq və mülayim şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 6-9 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 1-6 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.